Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakıda milli müxtəliflikdən qlobal həmrəyliyə, yeni dünya nizamında mədəniyyətin rolu mövzusunda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət ediblər. İştirakçılar mərkəzdəki Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar. Həmçinin Azərbaycan inciləri tarixin axarında sərgisinə baxış keçiriblər. Daha sonra qonaqlar İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı kompleksində olublar. İclas iştirakçıları Gülüstan Sarayında Yeni Azərbaycan Partiyası adından verilən ziyafətə də qatılıblar.